yaman xoşuda, yaman xoşuda. Elə bir glukozaydı, glukoza. Qılay kimi ləzzət verdi. Amma bacanaq, xaşın sezonu qutardı. Bugün xaşın sezon finalıydı da. Deyirəm bacanaq, bəlkə gün olsa da pitinin öz ətinin işinə baxaq bə. Əyə, qoy xaşı mədiyə təhvil verək, deyirəm qismət. Xaş yeməkdən qarnımız qarpuza döndü, bir dəqiqə partlayacaq. Mənki də lap qarpuza oxşuyur. Qarpuzunuzu o tərəfə dığırlayın, qoyun süfrəni yığışdıraq. Bacanaq, qarnımda elə bir zemlətreseniyadır, inanırsan. Zimiltirsen ne de? Zəlzələ də. Zəlzələ? Zimiltirsen, zimiltirsen. Sözə bax, hətimiz başım sirkələndi ya. Ay Tali, doğrudan biraz arıqla da, qarnın gör nə boyda olub e. Sən bilirsən, mən qismət. Bu söz sənə da aiddir. Sənin qarnın lap bir qabiliyyət çıxıb e. Lap elə bir ki, nehriyə oxşayırsan. Ona söz deyirsən, ha? Başa düşmədim, hə? Bu iki bacı modeller. Bizi bəyənmirlər, bizim figuramızdan söhbət eləyirlər. Belə oldu. Nə olar? Bugündən şərt kəsirik, hamımız diyeta saxlayırıq. Hə. Məncə problemi yoxdur. Bu xaş 2 gün mənə aparacaq. Qaç eləyir bizə. Xaş lap yaxşı. Hamı könül verib yara qovuşdu. Bəs bizim toyumuz nə vaxta qaldı? Ay qumru nə vaxta qaldı? Hamı könül verib yara qovuşdu. Bəs bizim toyumuz nə vaxta qaldı? Ay qumru nə vaxta qaldı? Ay Teymur, mən səninlə ailə qurmağa hazıram, amma sənin evin yoxdur axı. Sorrayım qurbanan qumru evi neyinirsin? Zato mənim geniş ürəyim var. Teymur, bizimkilər soruşanda ki, getdiyin oğlanın evi var, maşını var, pulu var, mən nə deyəcəm? Deyəcəm ki, yox, heç nəyi yoxdur. Bircə onun infarkt olmuş, geniş ürəyi var. Sən də qərb adamsın, infarktın vaxtı. Ətərsiniz. Sağ olun. Çox sağ olun. Deyirəm, bu Madonna da qocalmaq bilmir, ha? Bunlar hamısı plastik əməliyyatın hesabınadır. Bax, məni görürsən, məndə hər şey zavaskoydur. İnanırsan, özünü tərif kimi çıxmasın. Cavanlıqda o qədər gözəlidir, belə qənirsiz gözəlidir. İnanırsan, kəndin oğlanları hamısı məndən ötəri ölürdülər. Ona görə 35 yaşında ərə getdin, ay bəsdir. Gözəl. Ceyran xala, mənim də sənin xalaların kimi xalalarım olsaydı, tez bazar düzüb qoşub məni dərə verərdilər. Deyirəm, mən bilmirəm, kim cavanlıqda nətəri olubdu, indi nətərdir. Amma bu Madonna'ya baxanda hiss olunur ki, özünə baxan xanımdır. Köpək qızı elə bir üşşədir, üşşə. Özünə baxan xanım. Özünə baxan xanım. Qumru və Teymurun sevgi münasibətləri yeni yasamalın yolları kimidir. Gah düzəlir, gah dağılır. Gələrəm sana o uzun üstə şillə vurub qaydaram, mən. Sən başa düşsən məni? Çaşma dedim sənə. Dedim çaşma. İndi baxarsan, gör mən neyinəcəm. Bax da sən. Mən əsəblərimlə necə oynayır.
İsmail, Neydən bunu? nə əsəbləşirsən belə səhər-səhər? Mən səhər açsandan dilxor olmuşam. Niyə? Angelina Jolie yoxdur. O hansı dodağı belə çatdaq olar? Çatdağa. Brad Pitt ondan toynama eləmişəm axı. Bütün xərci mən çəkmişəm. Onların da Onu o vaxt yadımda. Demişəm ki, toyda mənim adımı çəkməyin. Mənim adım hallanmasın. Mən xoşlanmıram belə şeyləri. Nə yaxşılıq edirəm, deməyin də bunu da. Dünən özən getdik İsmail müəllim. Biz toyun original diskini göndərirəm. Vaxtınız olsa baxarsınız. Hala evdəydim, diski taxdım, toya baxıram başına ayağa. İnansan, ancaq mənim adımı çəkilir. Toyada mənim şəkillərim, topda mənim şəkilim. Bütün dilixor olmuşdu. Mən demişəm axı sənə, mənim adım çəkilməsin. Dilixor olmuşam, bayaqdan son şeydim, söyürdüm ki. Ay İsmail, Əsarrəyəm qurban, qardaş deyilik, hamının toyunu sən eləyirsən. Mənə də bir köməklik elə bir ev alım, bu qumru ilə toyumu eləyim, qutarım da nə olar Əsarrəyəm. Sənə qurban olaram, amma bir həftə qabaq deyərdin də. Hələ Sibelcana təzəlicə villa almışam, inanırsan, bir köpü cimdə pul yoxdur. Bəlkə belə eləyək. Gəl sənin şəkillərini çəkin. Sonra sənin şəkili bir Angelina Jolie'nin yanına qoyun, belə fotomontaj. Deyim ki, sənin şəkili göndərəm Ərvə, Brad Pittə. $100.000 pul göndər. Şantaj eləyək də bunu, başa düşdün. Çıxardır. Ana nə çıxmır? Qoğusuna göndərəcək də. O da bu gedib saçını Ged gətirmir. Ay Talib, bilirəm, bir şey olan kimi başlayırsan mənim üstümə qışqırmağa. Maşını bir yerə cızılan kimi başlayırsan mənə əl-qol atmağa. Ala maşının açarları, mən işdən çıxıb gedirəm kəndə atımı sürməyə. Bir dəqiqə, əsəb oluram, stres atıram, bir kəlmə söz demişəm, nə oldu ki işte? Qutari, düş qabağıma gedək, düş, yallah. Deyirəm, bəlkə bugün taksilə gedəsən Talib. Aha, niyə taksini yedirik? Elə bir ki, səhər-səhər mən çıxdım gələndə bir nəfər maşını vurdu. Amma narahat olma, yəni günah onda Talib müəllim, məndə deyil. Kim burada gelin lan maşın, kim burada? Talib müəllim, elə bir səhər-səhər... Söz değiştirəm, ben seni değiştirəm. Talib müəllim, elə bir ki, mən səhər-səhər çıxdım, gəlirdim işə də. Bu prez yoxdur. Bu prezin, üstündən keçəndə... Hoppa, tuttum sen, ben devam elə, sen devam elə. Bu, qardaş, bilirsən də bu yol sağındır da keçəndə. Yol sağındır, Yol mənim idi, mən də keçib elə bir gedirdim. Birdən qatar gəldi, cücük maşına nətər qoysa, maşın çili-çili oldu. Qatar mı ya? Sen xəstəsən, sen bilmirsən ki, yol qatarıdır, xəstəsən sen. Hani maşın, başlanı indi? De ustanın yanında. Usta ne deyir? Usta deyir, bəlkə hələ gəldi. Xəstəsən, dəlisən, nəsən ha? Talib müəllim, bəs deyiniz vurmayacam. Alayı alaçanları mən çıxıram işte. İşten çıxıram, o maşın pulu senden çıxarmam. Çıxaramsa, xəstəsən. Hani qatarın altında. Mən Xansuvara dedim, indi bax bu dəqiqə gəlir. Özün hazırsan? Gör belə yaxşıyam, nətər özü. Bir sən eləyəcəm, bax, səninlə Xansuvarın şəkillərini çəkəcəm. Sən də elə təsəvvür elə ki, Xansuvar Angelina Jolie'dir. Sonra montajda Xansuvarı çıxartsam, Angelina qoyacam, başa düşdün şəklini. Amma bir dənə sən elə eləməzsən ki, maraqlı olsun, interes şəkillər olsun. Sən qoluna gir, əlindən öp, qucaqla, başa düşdün? Gəl. Neysə. Teymur, nə deyirdi? Xansuvar, deyirəm biz neçə ildir bir dostluq eləyirik, bir yerdə işləyirik. Amma sənlə mənim bir yerdə şəklim yoxdur. Doğrudan, çəkdirək də. Ona görə istəyirəm sənlə bir yerdə şəkil çəkdirəm. Nə olsun ya Teymur? Sən qardaşları, qardaş. Xansuvar, sən həmişə mənə qardaş olmuşsan, arxada ayaq olmuşsan, məni çıxdığım vəziyyətlərdən çıxartmışsan. Ona görə də istəyirəm ki, sənə minnətdarlıq eləyəm. Sağ ol. Sənə minnətdarlıq eləyəm, sən əlindən öpər. Teymur, belə şey eləmə, eləmə. Ölümlü problem. Biz iş yoldaşı deyil ya, neçə indi bir Yox, yoxdur. Ay Teymur! Allah. Deyirəm Ceyran xala, üzünə xiyar maskası qoymaqla deyil ha. Adamın gərək mənim kimi canında təravət olsun. Mən bu xiyar maskasını elə-belə qoymuşam, kef havasına. Düz deyirsən. Sənin heç bir maskaya ehtiyacın yoxdur. Sən də elə maskalar görmüşəm, en qədər. Nağaysa kız da. Orada xan, üzümüzə xiyar maskası qoymuşuq ki, gözəlləşək.
Xiyar adamı gözəlləşdirsəydi, adı xiyar olmazdı. Alo? Bəli, bacanaqlar restoranıdır. Buyurun, buyurun, sifarişinizi verə bilərsiniz. Bir dəqiqə xanım. Xanım, bir nəfər 12 manata da var, 15 manata da var, 18 manata da. Bəli, buyurun, sağ olun. Qumru, banketdir, nədir, toydu, nişandı, ad günüdür, nədir? Teymur, heç bilmirəm kimdir. Qazağa gedən qatarın biletinin qiymətini soruşurdu. Bu restorana sifarişdən başqa hər gün zəng olur da, nömrəni kimə gəldi veriniz? Demə da. Manqal üstü qalmasa. Teymur, sən mənə de görüm, bugün şov proqramında müğənni var. Yox, xas var. Belə şov proqram sərf eləmir müğənni gələndə. Müğənni gəlib 5 dəqiqə oxuyur, cəmatda olan pulu da sivirləyib götürüb gedir. Bir dənə rəqqası Aytəndə xeyir tutmuşduq. O da oynayanda kletlər hamısı ağzını ayırdı, ona tamaşa elədi, alveri olmadı, yeməklər hamısı töküldü qaldı. Xeyrimiz oldu ki, bir həftədir burada boyat yemək yeyirik. Teymur. Ne demək şov proqramı? Ay Teymur. Əslində, ağlıma bir də qəşəng fikir girib, müğənnini necə eləyə bilərik ki, havayı şov proqramında oxutduraq. Bu niyə çoxdan demirsən? Demir. Deməli, bayana yaxşı ki, xaşı sərsəri evdə yedi, İstanovada yemədi. Bunların hamısını diyet yoturmağı gör nə qədər bazarlığa xeyirdir. Ekonomiya eləmək lazımdır. İnanırsan, bula 2 il belə diyetə saxlasalar, özümə rahat adden ev alaram, ekonomi elədiyim puldan, sən kimsələ meytaz olmaram, bacana. Düz deyirsən. Qismət, özünə ev al, şələş filan yığ, bas bayram mənim evinə. Xətrə qədər 5-3 kilo eləyir. Buna diyetamı saxlayacaqlar 2 il, sən nə da işte mən ev alasıyam, sən dalxını o soğan söhbətidir. Ha, elə. İdman edirsən, anam. Ali, Hə, sən. bu diyeta üçün lazım olan ərzaqlarda bunları düşəndə aşağı alarsan da. Zafanı gedim o bir dənə də spizok ondan mən alım. Eyvandadır, yazır orada. Ay, arzu qadan qalım, 2-3 dənə şeydir, o da yadında qalacaqdır, buna görə Bax da yenə də gör nə. 3 kilo gül kələbi. 3 kilo gül kələbi. Biz başlamadı, başa düşmədim. Kələmi 3 kilo ilə yedi, arzu. Neyini belə yazılıb da diyetada? Meyvelerden avokado, kakos, mango arasında 2 kilo. Hoppa! Şu diyetetski pendir 2 kilo yarım. Ana! Hacı. Senden değil o. Asetrin balığının filesi 5 kilo. Dedem gel. Şu qara ikra yarım kilo. Baba öləm günümdə sen diye başa düşmədim Arzu. Senin diyetan 500 manat oturur gündəlik. İstəmirsən arıqlayaq. Arıqlamaq üçün bunlardan yeməliyik də. Ay gəli. Valla senin başına dönüm. Ana bala benim oğlumu niye kanun sümürürsünüz bala? Hıy? Arıqlamaq için diyete saklamak lazım değil. Götür evden eşiden o paldan paltardan elinle yu. Süpürgeni götür evi baştan ayağa süpür biraz eğil kalk canına eziyet ver. Arıqladana bak. Qadan qalıb sənin ana. Başına dönün. Güya biz qara ikra yeyib figura saxlamışıq. Qolda qismət, ay qismət. Sən də spisik gəldi. Bacana, biz ya xaşıcıq Stanovada yemirdik ki, indi başımıza belə bir spizok gəlirdi. Tabii sizin bir para verirsiniz. Ay, xoş gəlmişsən Nicat. Baxdırıq, sevirik, sevə-sevə dinləyirik. Buyur, buyur, otur. Əyləş. Bax, müəllim Rusiyadan gəlib. Rusiyada bütün sirklərin meymunlarını əhliləşdirən tək adam budur. Yəni, bunun əlindən keçir. O, bütün o meymunlar, o halqadan tullanmaqdır o yan bir yana, rəqs eləməkdir, mahnı oxumaqdır, o sigaret çəkməkdir. Meymunlar hamısı bundan öyrəndilər onu. Əgər lazımdırsa, bu dəqiqə müəllim elə burada gözümüzü qavalada bir-iki dənə şey eləyər, hə? Xans var, söhbəti işdən çıxartmada heç memnun yeridir. Eybi yox, əsas bir qanararı danışaq.
problem yoxdur ki. Qanunlar üçün əsas gərək çıxasan, bu səhnəmizdə bir-iki dənə milli mahnı oxuyasan. Nəyə görə? O da indi səbəbi var da bunun da. Bu müəllim orada meymunları əhliləşdirib. Burada bir dənə də müğənni tanımır. Ona görə oxuyasan ki, bu müəllim bilsin sən necə oxuyursan, ona görə behdə zatlığı problem yaratmaz. Bayaqları Müşabə xanım gəlmişdi. İndi dalıyla danışmaq olmaz. Özü də burada yoxdur. Da. Gəldi bir-iki dənə super mahnı oxuyur. Neçə o? Behini də çıxartdı müəllim, verdi. Qapının ağzında çıxa-çıxda lazım idi sənə bu. 2 boğaz Michael Jackson'dan oxudu. Ona görə də müəllim istəndi, Behdala qaytardı. Yəni sözümüz an oldu ki, Michael Jackson'dan qəti olması. Bir-iki dənə milli mahnı. Pajast. Sevgiden danışıram, yanıram alışıram. Senden söz soruşuram, mənə niyə baxmırsan? Salam ay Sevda. Salam ay məhəbbətim. Xeyr ola yenə, nəyə gəlmirsən? Bayramın mübarək ay məhəbbətim. Aprelin əvvəli nə bayram? Ay məhəbbətim, bir il bundan qabaq sənin baban rəhmətə getməmişdi. Getmişdi, indi də Onun qara bayramıdır ha. Gəldim ki, onun qara bayramını təbrik edeyim. Belə neçə belə qara bayramlara çıxsın. Alənlə, səni istəyənlərlə, səni sevənlərlə. Deyir ki, ay məhəbbətim, belə bir deyim var. Qara bayramı ki, nətər keçirsən. Bax, eləcə 7 ildə elə keçirə, elə o gündə gedirsən. Saxla bir dəqiqə. Qara bayram nə vaxtdan bayram olub Özünün Amerika atsan burada. Ay məhəbbətim, niyə səbirləşirsən? Gəldim sənin babanın qara bayramını təbrik eləyəm dana. Belə o gün olsun, sənin belə qara bayramını bax belə ürəkdən gəlib təbrik eləyəm. Bir dəqiqə dayan Elə bayram təbrik eləncə də yercə Şıxalı babanın qara bayramını təbrik eləyəm. Başa düşdün? Nə olar məhəbbət? Dayan mən buradan çıxım gedim. Tarihə gedəcəm. Gəlsin sənin bayramını mübarək eləsən. Hadi yer get buradan. Gəl, Teymur, bura gəl. Bura gəl, Teymur. O müğənni bilsə ki, sən onu toy adı ilə bu şouda pulsuz oxutmağa gətirmirsən. Arzu Rızayev var idi, onun sənə elədiyi bunun yanında yalan olacaq. Qumrum, əvvəla bu mənim yox, xalsuların ideyasıdır. Soruya da qalanda Arzu Rızayev mənə neyinə düşdü ki? Bir yumruqdan sonra boşun başından getmişdi, ona görə yadında qalmır.
hərəkəti təkrar edirik. Sağ ayağımızı boynumuza qoyuruq, sol ayağımızı dizimizə. Ay bəşdir, az bu hərəkəti eləmə. Gərək elə eləyəsən, bir az kimi yıxılasa yenə beynin sirkələnəcək. Qalx ayağa. Qalx. Ay Orduxan, niyə bizim məşqimizə baxmırsan? Gör nə gözəl məşq eləyirik. Elə televizordakı qızlar da pis məşq eləmir. Ya Əlican, əla, çox xoşum gəldi. Fikir verdin də, sən mahnını oxuyub qutaran kimi burada olan bütün müştərilərimiz də çıxıb getdilər. Görürüz xoşlarına gəldi. Bravo, bravo. İndi Nicat, qəbələ eləyək də, sən get evə rahat-rahat. Müəllim də bəyəndi. Mən görürəm də, indi müəllim hər dəfə ağzını belə eləyib dayanmır. Bəyənəndə ancaq elə olur. Ona görə ged rahat, mən prodüser ilə axşam danışaram, artıqlaması ilə gətirib nə lazımsa hörmətini eləyərik. Ey vur, ne var ne? Ne poнял? Tıktı. Tıktığına nereden? Kardeş nefesim ne var ne? Hansı var ben deyirdin ki şu programa müğənni gətirib oxutmaq sərf eləmir. Necədir be kardeşi oxutdurursunuz şu programda, ha? Başa düşməyim, siz yanılırsınız müəllim. Nə? Yəni, bu müəllim Rusiyadan gəlib. Böyük biznesmendir, özü də meymun oynadandır. Yəni ki, bu adam burada heç kimi tanımır, eləmir. Toya müğənni axtarır, nə show proqram. Mimik oldun, sən də benim o mimikalarla göz qaşırırsan. Ben uşağımın zamanı diyorsun, uşaq baş aldadırsınız. Ha kardeş, bu adam bu restoranın baş menüsüdür. Elbette bunlar dənəduzluqla məşğuldur. Sənin üçün müğənnilər gətirib burada show proqramda oxuzdururlar. Ondan sonra da pul verirlər. Belə variantlar edirlər. Bax bunlar oldu. Birisini vurasan da, ayol ağzına lan. Ağzına. Başa düşmədim. Bu nə deməkdir? Siz məni toy adından çağırırsınız, show proqramda oxudursunuz. Ayıb olsun sizə. Mənə ayıb olar ki, sizə qanarar əvəzinə şillə vuram. Ayıb niyə olur ki? Gəl, artıqlaması ilə deməmişik. Teymur qalx, artıqlaması ilə demişik. Mənim neyirsin? Kansı var, mənim neyirsin? Geç bura. Gəl bura. Mənim neyirsin? Ay Arzu, kudan ni kurutmam bu Markov'u yemmirəm axı, qadanam yemmirəm. Elə Markov olmaz axı. Ay Talib, pəhriz belə saxlanırlar da. Ben deyirəm pəhriz saxlayaq, deyirəm pəhriz saxlamayaq. Amma olan bu Markov'dur, kələmdir, bunları perv eləyək. Vtoroya da qəşəng bir ürəkdən pəhriz olsun da, iştahatan belə bozartmazlar da, yəni belə bir pəhriz. Qismət, alınmış elə. Bütün Markov'ların hamısını sağ verirəm, nuşucaq, ye. Bacanaq, dünənləri indüşkə kebabını yeyəndə heç təklif eləmədin. Kebabımız da hazır oldu. Kebab! Ben kebab koşturum kebabı. Ha Markov kebabıdır. Öyle mi? Ha kısmı. Orduxan baba, buyurun qonağımız olun. Yox, iş olsun ay qızım, sağ ol. Qızım, bu tövün budunu kızardanda böyrünə biraz da soğan çək, qəşəng yağlı qızart ki, üstünə də limon sıxsan, biraz da nar dənəliysən, böyrünə bir gözəl olur ki, Ay. Yaxşı, yadınızdan çıxmasın, gələn səfər elə eləyərsiniz. Fikirlərinincə də Teymur, qırğın, ona baxın. Süper. Hakikaten elə bir Angelina ilə mən bir cütlüyü. Ələ bax, ələ. Halaldır qardaş. Zəng elədim, dedim axı. Zəng elədim, çəkirlər göndər, amma Allah. ayaqdan nə qədər zəng edir, ağlayır telefonda. İsmail mənim, qurbanım. Mənim 100.000 dollarım hardan, mən kredit verirəm, o yan, bu yan. Dedim, yox, xeyri yoxdur, göndərəm çəkirlər. Aycan, Madonna. Sağ ol, Məcis, sağ ol, sən necəsən? Nə söhbət? Yo, Madonna, sən qarışma bizim söhbətə. Angelina bilər, mən bilərəm. Yo, yığımısan, xala xətirin qalmaması yığımısan, pis o da. Mən sənə bir ağbirçək kimi hörmətim var. Nə? Madonna, gəlib sənin ağzı üstdən bir dənə şillə vuraram. Dedim, sən girişmədə bu sən necə ödə bu söhbət də. O bilən mən bilərəm də. Mən onun başını oynatacağım. Mən onun başını... Dava, mən onun başını çatdır ona. Dava. Heç eləyib, məniydi. Bu şəkildə poçtayla göndər.
Aparım göndərim. Aa, gönder, o gözü. Ver mən aparım da mənim yolum üstüdür. Ha, ver aparım post. Ha, baş. Davam et objektiv istədirə. Heç vaxt bacanağıyla pərdə saxlamayan Tale, indi bacanağıyla pəhriz saxlamağı qərar alır. Çox kökəlmişəm ki. Kökələrsən də, ən azı 2 kilo kök yemsən, nəsən? Daha kələmi qallanski pendirə büküb yeyəndə kökələrsən də qısmən də. Aman da siz də yiyisiniz, ondan yiyirəm də. Mən nə var mı? Təkəl. Mən 85 kiloydum. Diyetadan əvvəl. İndi görək neçə kiloyam. 84, 85, 85. 85? Bu nədir, bir dəqiqə dayanaya. Qısan. Telefon saxla. 84 kilo, 900 gram. Bir dəqiqə, qısmət. Kaç dakika saxla? 84 kilo, 900 gram. Kaç dakika ver? 84 kilo, 900 gram. Götür. Heç nə dəyişmədi. Nə də? Mən istədim, brasletini çıxardım. Al, qısmət. Ver braslet. 78 kilo. Mən deyirəm də, bu qızıl brilyantdır ma çəki verən, mən zaftalı göstərmək kimin olur? 78 kilo ama ver. 84 kilo 900 gram. Abbas, doğrudan Teymurla Anjelina arasında nəsə sevgi münasibətləri var? Sevgi münasibətləri var nədir? Bəlkə də Teymurla Angelina Jolie'nin uşaqları da var. Bunu mən sana deyirəm. Abbas, sən nə danışırsan? O uşaqlar Brad Pittlə Anjelina uşaqlarıdır. Onların 7 dənə uşağı var. İndiki zamanda hansı kişi tək canına 7 uşaq saxlaya bilər? Hansı kişi? 100 var, bunu mən sana deyirəm ki, o 7 uşağın 4'ü Teymurun boynundadır. Bunu mən sana deyirəm. İki gözəl görmüşəm, hansını sevim görən, bir bəlaya düşmüşəm, hansını seçim görən, biri yandırır yaxır, biri gəncəylə baxır, biri gəncəylə baxır. Heç bir bəlaya zada düşmə. Get Anjelina Jolie'ni seç. Abbas, bu şəkilləri niyə gətirib qumruya vermişsin? Bəs sən bunu poçta parmalı deyildin. Hemen vaktim olmadı, gedə bilmədim. Ona görə verdim qumruya ki, qumru aparsın, pasta salsın. Yaman yorulduk ha. Yaman xamlamışıq. Hə, ayaqlarım qırılır. Çox yoruldum. Sən idman eləyib yoruldun qız, ha? Yox, mənə nə olub ki, cavan qadınam. Ceylan xala belə biraz ləhlədi, sən yoruldun. Mənə nə olub? Ordu xan, Bəhsi ilə yan-yana gedəndə ham elə bilir ki, anabalıyıq. Heç cavanlardan seçilmirəm. Nə olub az mənə? Əşi, mən o köhnədəki qadınları indikilərə heç dəyişmərəm. Amma Madonna, şətəki Madonnadır. Sonra bir bana yapmasın. Qumru da dedi. Sevgiden bir şeyde oxuyaman da olmuşam, qəmlənmişəm. Mənim gözüm üstü oxuyamam. Qadan alım. Buyur görək, o mikrofonu götür, onu götür. Sağ ol Nurlan, sağ ol. Yaşa, var ol. Arvayet bu hayatta kişiye koşulmuş bir prensipti. Arvayet bu hayatta kişiye koşulmuş bir prensipti. Bu prensipi taşımak için gerek traktör kimi işleyesen.
Aya, sevgi elə bil qoz ağacıdır. Teyim verməsən, quruyub gedəcək. Sevgi elə bil qapı petləsidir. Hərdən bir yağlamasan, paslanıb gedəcək. Oxu Abbas, ləhcənə qurban, oxu gəlsin. Sevgilim, sen geden günden bilirsen mi neçə hafta keçib, neçə ay keçib. Sen geden günden bilirsen mi neçə hafta keçib, neçə ay keçib. Elə bir haldayam, hal hazırda mən, elə bir üstümdən, elə bir üstümdən tramvay keçib. Yaşa, der mən məcnunam. Qumru leylidir. Biraz məndən gileylidir. Aya, mən maaşla dolanıram. O villaya meyillidir. Oxu Abbas, oxu. Nəfəsdə qurban, səsdə qurban, oxu gəlsin. Baba, bizə əskərliyindən danış da. Deməli, 41-ci, 45-ci illər idi. Tavariş Stalin də bütün Sovetin tanklarını mənə tapşırmışdı. Dedi, Orduxan, nə badə yatasan, Hitler gəlib tankları oğurlayar. Hayda. Deməli, mən də əlimi belə kəsdim, ona duz tökdüm. Duz tökdüm ki, yuxum gəlməsin. Baba, sən laf Məlik Məmmədin nağılını danışdın. Siz Məlik Məmmədin nağılını bilirsiniz? Hə. Yox. Onda durun, gedin gətirin. Dur yerinizə. Bu boyda Aksakal burada söhbət edir, qulağı asmırlar. Aksakal onlara fikir vermeyi. Uşaqlar da Məlik Cümşüd, Məlik Məmməd başlarını tamız qatıb. Sən mənə əsas yerindən şu söhbətin axırı nə oldu? Hitler gəldi, gəlmədi. Deməli, Hitler gəlmədi. Mən getdim Hitlerin yanına. Mən nə qəbahət eləmişəm, dostlar, istəyirəm evlənim. Hə, evə gələndə mənim dəyağımı suya qoysunlar, kürəyimi ofalasınlar. Mən də tərliyim, mən nə deyirəm ki? Sağ ol, oxu səsinə qurban, nəfəsdə qurban, de gəlsin. Ay, 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 qumru sənə naz eyləyir, sevgisini yaz eyləyir. Qumru sənə naz eyləyir, sevgisini yaz eyləyir. Gör nə günə qalmısan ay Teymur, qumru qalıb bir tərəfə, böyrəyin atqaz eləyir. Böyrəyin atqaz eləyir ay Teymur, aman aman ay. Arvadı vaxtında döyər, arvadı vaxtında döyər. Parmağı bala batırır, parmağı bala batırır, parmağı bala batırır. Bir dənə icəyə gəl, təzdən ağlıma. Nə ideyir? Bir dənə boğazı babıska tak, şəkillərini çəkimcə. Niyə sən babıçkanı, mənim şəkilin nəyə lazım Ulan deyirsən? şəkillərini çəkirəm, Allah bu qoca evinə mandaq edirəm. Göndərim maksimum qalsın, ərinə də. Gör Allahın başını oynasın. Qabarı da tez bazar. Yaxşıdır. Elə Angelina ilə yaman yaratdım, qalıb indi də Allah bu qoçova yaxşı. Özün bilərsən, mən səni icə yalan var da Teymurda. Deməli, girdim Hitlerin otağına, buna bir güllə, 2 güllə, 3 güllə, o ölmədi. Səsə küyə Angelika gəldi. Dedi, Orduxan, bu Hitleri sən belə öldürə bilməyəcəksən, bunun canı o qəfəsdəki quşdadır. Elə getdim, qəfəsi açdım, quşu götürdüm ki, quşun başını üzəm, quş pırr eləyib, əlimdən uçdu getdi. Göydən 3 Alman faşisti düşdü. Biri quşu tutdu, biri Angelikanı, biri də məni.
Allah. Deməli bu Alman 2 il quşu saxladı, buraxdı. Ha, birinci. Birinci. İkincisi o Angelikanı 2 il saxladı. Ha. Maşın zad aldı, o da buraxdı. Amma mənim o Alman 3 il saxladı. Sen tamam başka bir şeysin ha. Deməli, Ha. sonra bir Stalinə əsir düşmüş, adlı sanlı nəsilli köhlü bir hündür boy belə Nemetska Avçarka ilə dəyişdilər. Seni yemişka açarken başladın. Arzu. Gel yatmırsan. Ha, görmüsən kişi burada bu kadar zimiltirseni söhbətlər edirsən yatmaq. Özü acıqana mən nətər yatım? Talih mən də acam amma bir tər dözmək lazım da səhərəcən gəl. Ağsaqqal, sonra nə oldu? Deməli, Stalin məni çağırdı yanına, dedi ki, orduqlar. Tam yatmışsan düşünməsə tapım yiyib yatsın, mən öldüm ha. Nə pəhrizək. Bax! Ali, Ha? yeməyə gəlmisən, hə? Deyərsən sən yiyib qutarmısan axı, doymuşsan axı. İsmət. Soyucuda nə axtarsın qadın? Bacanaq, dedim görüm sabahlarını nə almaq lazımdır, ona baxın. Bir də bir kitabım var, onu itirmişəm, onu axtarım. Aha! Tuttum sizi. Dözə bilmədiniz, hə? Bəlkə sən ağzındakini udasan, sonra bizi tutasan. Əşi, burada zimiltirseni açmaq lazım deyil. Bizdən pəhri saxlayan olmaz. Evdə nə qədər yemək varın, gətirin qoyaq, yeyin. Məlikməmmədin nağılını bilirsiniz. Yox. Qanam bu bilmirik. 2 il saxladı, sonra ev maşını aldı, onu da buraxdı. Ha, sən xəstəsən, sən bilmirsən. Yol qatarındır, sən bilmirsən. Kimi də kim vurdan girim, mən başım kim? Talih mənim.